Biz belə bir söz deməmişik. Mənim ağzımdan belə bir söz çıxmayıb ki, Səfəvilər tarixinə dair türkçə əsər yoxdur. Biz belə demişdik. Demişdik ki, 2000-ə yaxın əsər aşkar olunub. Bunların böyük əksəriyyəti farsçadır. 10-15 dənəsi isə türkçədir. Amma bu Səfəvişünas professor bütün o veriliş boyu, podkastı boyunca türkçə bir məktubun boynuna ip keçirib, yuxarıda sürüdə aşağıdakı və bunu dəstəğizləyib göstərdiyi bax görürsünüz var. Yaxşı var, özü deyir ki, Avropada da var, Vatikanda da var, İstanbulda da var. 5 dənəsini yığ yerə bir məqalə çap elə, hamı da görsün. Bir dənəsini göstərib mən təqdim eləyim. Məsələn, hal-hazırda ekranınızda görürsünüz. Bu Səfəvilər dövrünə aid fərmandır. Şah İsmail Səfəvinin seyidləri vergi və rüsumlardan azad olunmasına dair 5 yanvar 1501-ci il tarixli farsça fərmanı. Ondan sonra şəkil 2-də Şah İsmailin Tatev və Vağadi indiki Ermənistan Respublikasının Sünük, Zəngəzur mahalındakı monastırların sahib olduqları torpaqlar üzərində mülkiyyət hüququnun təsdiqinə dair farsça fərmanı. Şah İsmailin Çuxusəd vilayətindəki Qızıl monastırının vergi və rüsumlardan azad edilməsinə dair farsça fərmanı. Şah İsmailin Hafiz Kəmaləddinin irsi mülklərinə dair farsça fərmanı. Şah 1-ci İsmailin Təbrizdəki Bağı Əhməd Şah bağına aid farsça fərmanı. Şah İsmailin Həma valisi Ziyəddin Yusuf bəyin ərizəsinə cavab olaraq yazdığı farsça cavab məktubu. Şah İsmailin Xalxal vilayəti, bunu biz çox sayda ardıcılıqla davam edə bilərik. Amma çox uzatmadan sadəcə olaraq bir əsəri, hətta 3 əsəri tövsiyə edə bilərəm oxucularımıza. Məsələn, Macarıstanlı şərqşünas Lajos Feketənin əsəridir bu. Mədxəl Paleografi Farsi Səd və Yek Sənəd Farsi, yəni farsça paleografiyaya giriş 101 farsça sənəd. Bax, burada mündəricət qismini göstərim. Şah İsmailin farsça fərmanları, məktubları bu əsərdə toplanmışdır. Bəli. Bundan başqa yenə də tövsiyə edə biləcəyim əsərlər Tağı Musəvinin orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı 1965-ci ildə nəşr olunub. Həmçinin Benjamin Martin'in Seven Safavid Documents from Azərbaycan, Oxford 1965-ci ildə nəşr olunub. Yəni farsça sənədlər yüzlərlədir və nəşr olunub. Madəm deyirsiniz ki, türkçədə var, çoxdur, buyurun nəşr eləyin. Qoy oxucularımız, dinləyicilərimiz də faydalansınlar.